20-ci əsr Azərbaycan mədəniyyəti. 20-ci əsrin əvvəllərində təhsil sahəsində yeni mərhələ başlayır. Çünki bu dövrdə bizim ziyalılarımız xarici ölkələrdə təhsil alıb ölkəsinə gəlmişdi və maarifləndirmə işləri həyata keçirirdi. Həmçinin mədəniyyət də Azərbaycan milli azadlıq uğrunda müstəqillik mübarizəsinə daxil olmuşdu. Təhsil. Belə bir şəraitdə Azərbaycan ziyalıları olan Həsən bəy Zərdabi, Nərimanov, Qənizadə, Firidun bəy Köçərli, Abdullah Şaiq, Can Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və başqaları Rusiyanın təhsil sahəsində yürütdüyü müstəmləkə siyasətini tənqid edirdi. Mütərəqqi pedaqoji prinsiplər əsasında yeni məktəblər yaradılmasını, icbari və pulsuz təhsilə keçilməsini tələb edirdi ki, bundan əvvəl biz öyrənmişdik ki, 19-cu əsrdə qəza məktəbləri pullu məktəblərə çevrilmişdi. Ümumiyyətlə təhsil pullu idi. Bu dövrdə Azərbaycanlı müəllimlərə ehtiyac çoxalırdı. Qori müəllimlər seminariyası zaten açılmışdı, amma bu ehtiyacı ödəyə bilmirdi. Və Azərbaycan ziyalılarının səyi nəticəsində Gəncə və Bakıda müəllimlər seminariyası fəaliyyətə başlayır. 20-ci əsrin əvvəllərində təhsilin inkişafı çarizmin bir sıra maneələrdən keçməsi ilə baş verir. Onlardan ən mühümü hökumətin maarifə ayırdığı vəsaitin məhdudluğu idi və təhsil sistemindəki ruslaşdırma siyasəti idi. Məktəb binaları çatışmırdı, bəzi yerlərdə ümumiyyətlə yox idi. Bu da təhsilin inkişafına mane olurdu. 1912-ci ildə əsasnaməyə görə şəhər məktəbləri əsasında yeni məktəblər yaradılır. Yeni məktəblər 4 illik idi və 3-4 sinifli ibtidai məktəblərin sonrakı pilləsini təşkil edirdi. Dərslər ayrı-ayrı mövzular üzrə keçirilirdi. Proqrama fizika, təbiətşünaslıq, coğrafiya, riyaziyyat, ümumi tarix üzrə məlumatlar daxil idi. Məktəblilər ümumi təhsil orta məktəblərinin müvafiq siniflərinə qəbul oluna bilərdilər. Təhsil kursunu bitirənlər isə xarici dildən imtahan verib peşə texniki məktəblərinə və ya müəllimlər seminariyasına daxil olmaq hüququna malik idilər. Müsəlman qadınlarının əsarətdən xilas olması və hüquqlarının bərabərlik məsələsi həmişə dövrün ziyalılarını düşündürmüşdü. 20-ci əsrin əvvəllərində qızlar üçün də Rus-Azərbaycan məktəbləri meydana çıxmağa başlayır. 1901-ci ildə Hacı Zeynalabdin Tağıyev Bakıda ilk Rus müsəlman pansion tipli qız məktəbinin təntənəli açılışını edir. Məktəbin açılmasında Həsən bəy Zardabinin də xidməti olmuşdu. Tağıyevin qız məktəbi milli təhsil xidmətinin mühüm mərhələ idi və eləcə də Azərbaycanda bu tipli məktəblərin açılmasının başlanğıcı qoyulur. Və bu məktəbin müdiri isə Hənifə xanım Məlikova idi. Qadın müəllimlərin kifayət qədər olmaması qızların təhsilə cəlb edilməsinə mane olurdu. Bu baxımdan Tağıyevin qız məktəbi qadın pedaqoji kadrların yetişməsində mühüm rol oynayır. Pansion tipli məktəb nə deməkdir? Pansion tipli məktəbdə məktəb şagirdləri bütün gün ərzində orada qalırdılar. Yəni bazar günləri sadəcə olaraq evlərinə getməyə icazə verilirdi. 1906-cı ildə Həsən bəy Zərdabi və Nəriman Nərimanovun sədrliyi ilə Bakıda müəllimlərin Azərbaycan müəllimlərinin birinci qurultayı olur. Qurultayda hamının pulsuz təhsil alması prinsipi əsas götürülən proqram qəbul olunur. Həmçinin qurultayda təhsilin ana dilində aparılması və icbari, yəni məcburi ibtidai təhsilə keçilməsi barədə təkliflər də irəli sürülür. Qurultay Azərbaycan müəllimlərini milli məktəblərlə bağlı vəzifələri həyata keçirməyə səfərbər edir. Təhsilin inkişafında ən mühüm vəzifə milli dili tədris edən ixtisaslı müəllimlərin hazırlanması, yəni Azərbaycan dili tədris edən müəllimlərin hazırlanmasıdır. 20-ci əsrin əvvəllərində Şimali Azərbaycandakı məktəblərdə dərs deyəcək azərbaycanlı müəllimlərə çox böyük ehtiyac var idi. Qeyd etmişdik ki, Qori müəllimlər seminariyası bunu təmin edə bilmirdi. Ona görə də görkəmli maarifçi Firidun bəy Köçərlinin Azərbaycanda belə bir seminariyanın olması təklifini irəli sürür. 1917-ci ildə Gəncədə, 1916-cı ildə isə Bakıda müəllimlər seminariyası fəaliyyətə başlayır. Bu dövrdə Cənubi Azərbaycanda təhsil necə həyata keçirilirdi? Cənubi Azərbaycanda təhsil məktəb və mədrəsələrdə hələ də həyata keçirilirdi. Ana dilli məktəblər daha çox Təbriz şəhərində idi. Mirzə Həsən Rüşdiyənin vətən dili dərsliyi əsasında ana dili fənni tədris olunur, yəni Azərbaycan dili. Gəldik elm. 20-ci əsrin əvvəllərində Azərbaycanda ziyalıların, yəni alimlərin yeni nəsli meydana çıxır. Görkəmli alim Azərbaycanda müasir biologiya, təbabət və təbiətşünaslığın əsasını qoyan Həsən bəy Zərdabi təbiət elmləri sahəsində bəzi nailiyyətlər əldə edir. Parisin Sorbonne Universitetinin məzunu olan Əhməd bəy Ağayev bir neçə xarici dil bilirdi və o şərqşünas, ədəbiyyatşünas, tənqidçi alim, publisist kimi təkcə Rusiyada deyil, yaxın və orta şərqdə, Qərbi Avropada da onu tanıyırlar. Həm də İslamşünas alim kimi fəaliyyət göstərirdi və o sübut edir ki, İslam hər hansı bir millətin inkişafına tamamilə uyğundur. Yəni İslam dinindən, dilindən, irqindən asılı olmayaraq hər bir milləti inkişafa apara biləcək bir dindir. Dövrün tanınmış mütəfəkkirlərindən olan Əli bəy Hüseynzadə Şərq
Şərq və Qərb ölkələrində şöhrət qazanmışdı. Peterburq Universitetinin Fizika Təbiət fakültəsini, sonra da İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdi. Professor adını almışdı. Fars, ingilis, alman dillərini bilirdi. Dünya ədəbiyyatı, fəlsəfə və dinlərin bilicisi idi. Dinləri öyrənmişdi. Elmi əsərlərində sosiologiya, tarix, fizika, təbiətşünaslıq, ədəbiyyatşünaslıq, fəlsəfə, psixologiya, dilçilik, etnoqrafiya və arxeologiya məsələlərinə münasibət bildirmişdi. Əslində bu şəxslərin elmlə məşğul olma dərəcələrinə baxanda görünür ki, həqiqətən də Azərbaycanın necə savadlı, hərtərəfli özünü inkişaf etdirən, hərtərəfli inkişafda olan övladları olub. Coğrafiya elminin inkişafında İbrahim Ağa Vəkilovun çox böyük xidməti olmuşdu ki, Birinci Dünya müharibəsində o hərbi topoqrafiya üzrə görkəmli mütəxəssis olmuşdu. 20-ci əsrin əvvəllərində Rəşid bəy İsmayılovun Qafqazın tarixinə aid, Qafur Rəşad Mirzazadənin isə Qafqazın coğrafiyasına aid kitabları nəşr olundu. Yəni bunlar da coğrafiyaçı idi. 20-ci əsrin əvvəlləri ədəbiyyatşünaslıq elminin Azərbaycan ədəbiyyatı tarixi adlı yeni bir sahəsi yaranır. Yəni ədəbiyyatşünaslıq var idi, Azərbaycan ədəbiyyat tarixi yaranır. Onun əsasını görkəmli alim Firidun bəy Köçərli qoymuşdu. Firidun bəy hesab eləyirdi ki, hər bir xalqın ədəbiyyatı ilə tanış olmaqla onun həyatı, inkişaf səviyyəsi, yetkinlik dərəcəsi, mənəvi qüdrəti və zənginliyi barədə fikir yürütmək mümkündür. Yəni hər bir xalqı tanımaq üçün onun ədəbiyyatını oxumaq kifayət edir. 20-ci əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında xalq kütlələrinin azadlıq istəyi, inqilabi hərəkatın güclənməsi, milli ruhun güclü oyanışı özünü göstərirdi və bu tənqidi realizm istiqamətinə çevrilir. Yəni tənqidi realizm sahəsi üzrə Azərbaycan xalqının bütün mübarizəsi burada əks olunurdu. Azərbaycanda tənqidi realizmin yaradıcılarından biri Mirzə Fətəli Axundzadə idi ki, onun da ənənələrində Cəlil Məmmədquluzadə davam etdirirdi. O Azərbaycan ədəbiyyatına realist hekayənin əsasını qoyanlardan biri idi. Cəlil Məmmədquluzadə ümumiyyətlə köhnə dünyaya, çar hakimiyyətinə, qərb imperializminə, şərq despotizminə qarşı satira ilə onu tənqid edirdi. Onun felyetonları yalnız Azərbaycanda yox, ölkənin xaricində də sevilə-sevilə oxunurdu. Yəni o bu dediyimiz mövzuları satira ilə tənqid atəşinə tuturdu. Satira tənqidi gülüşdür. Orada bir gülüş var, amma gülüş əslində problemi göstərir. Problemi gülərək göstərmək. Buna satira deyirik. Azərbaycan ədəbiyyatının realizmin inkişafında xalq şairi Mirzə Ələkbər Sabirin də xüsusi rolu olmuşdu. O şeirləri zəhmətkeş kütlənin istəklərinə, arzularına, azadlıq ideyalarına tərənnüm edirdi. Yəni o daha çox aşağı təbəqənin fikirlərini ifadə edirdi. Şair kəndlərin və fəhlələrin ağır həyatını təsvir edir, ictimai ədalətsizliyə qarşı etiraz səsini ucaldır. Vəfatından sonra satirik şairin əsərləri Hop-Hopnamə adı ilə nəşr olunmuşdu ki, o satirik poeziyanın inkişafında mühüm rol oynamışdı. Azərbaycan ədəbiyyatının realizmin inkişafında xalq şairi Mirzə Ələkbər Sabirin də xüsusi rolu olmuşdu. O şeirləri zəhmətkeş kütlənin istəklərinə, arzularına, azadlıq ideyalarına tərənnüm edirdi. Yəni o daha çox aşağı təbəqənin fikirlərini ifadə edirdi. Şair kəndlərin və fəhlələrin ağır həyatını təsvir eləyir, ictimai ədalətsizliyə qarşı etiraz səsini ucaldır. Vəfatından sonra satirik şairin əsərləri Hop-Hopnamə adı ilə nəşr olunmuşdu ki, o satirik poeziyanın inkişafında mühüm rol oynamışdı. Həmçinin realizmin inkişafında Əbdürrəhim bəy Haqverdiyevin əsərlərində mühüm rol oynamışdı. Bu dövrün digər ədəbi cərəyanı romantizm idi ki, onun nümayəndəsi Əlibəy Hüseynzadə idi. Romantizm nümayəndələrinin yaradıcılığında tarixi keçmiş, din, xalqın azadlığı və istiqlaliyyət uğruna mübarizə mövzuları əsas yer tuturdu. Mətbuat. 20-ci əsrin əvvəllərində Azərbaycan mətbuatının yeni dövrü başlayır. Mətbuat ümumiyyətlə bilirik ki, 1875-ci ildə Həsən bəy Zardabinin Əkinçi qəzeti ilə başlamışdı, amma sonra 77-ci ildə fəaliyyətini dayandırır. 1903-cü ildə Mehmet Ağa Şahtaxtski Tiflisdə Şərqi Rus qəzetini nəşr etdirir. 1905-ci ildə Bakı şəhərində Həyat qəzeti nəşr olunmağa başlayır. Həyatın fəaliyyətində iştirak etmək üçün Qafqaz, Krım, Kazan, Ufadan mətbuat işçiləri dəvət olunurdu. Qəzet xalqın intellektual ziyalıların mətbuat vasitəsilə birləşdirməyə çalışırdı. 1905-7-ci illər inqilabı dövründə milli burjuaziyanın və görkəmli ziyalıların səyləri nəticəsində qəzet və jurnalların sayı artırdı. Yəni burjuaziya maliyyələşdirirdi, pul verirdi. Ziyalılar isə onu ağlının, beyninin içindəkilərlə bir növ ortaya qoyurdu. Bu dövrdə Həyat, İrşad, Füyuzat, İşıq, yəni qadın jurnalı kimi qəzet və jurnallar ortaya çıxmışdı. Bu qəzet jurnallar xalqın maariflənməsinə xidmət edirdi. Bu dövrün ən mühüm hadisəsi də Cəlil Məmmədquluzadənin redaktorluğu ilə Tiflisdə Molla Nəsrəddin jurnalının nəşri idi ki, o 1906-cı ildə nəşrə başlayır. Jurnal Azərbaycanda Rusiyanın türk dilli xalqları arasında, həmçinin Yaxın Şərqdə satirik mətbuatın əsasını qoyur. Yəni tənqidi gülüş. Azərbaycanda demokratik fikrin inkişafında mühüm rol oynayır. Molla Nəsrəddinin Rusiyada da oxusunuz.
çox idi. Onun Avropada da abunəçiləri var idi. Ümumiyyətlə Molla Nəsrəddinçilər ədəbi publisist məktəbinin təşəkkül tapması bu jurnalın adı ilə bağlı idi. Azərbaycan yazıçı və publisistləri Cənubi Qafqaz və Mərkəzi Rusiyada da mətbuat orqanlarında rus dilində çıxış edirdilər. Qafqazda ən kütləvi təsirli mətbuat orqanı Kaspi qəzeti idi. Bakıda milli mətbuatın inkişafı Cənubi Azərbaycanda da mədəniyyətin inkişafına təsir edirdi. Təbrizdə Azərbaycan türk dilində 20 adda qəzet və jurnal nəşr olunurdu. Azərbaycan adlı satirik jurnal milli şüurun oyanmasına burada xidmət edirdi. Memarlıq 20-ci əsrin əvvəllərində Azərbaycan memarlıq sənətinin inkişafında da əhəmiyyətli irəliləyişlər olur. Musa Ağayevin İsmailiyyə binası, Həzrət Zeynalabdin Tağıyevin və Murtuza Muxtarovun sarayları, memarlıq incilərinin tikilməsi yeni mərhələni xarakterizə edir. Təzə Pir məscidinin inşa olunması və şəhərin dəniz kənarı hissəsinin, yəni bulvarın abadlaşdırılması da 20-ci əsrin əvvəllərinə təsadüf edir. 20-ci əsrin əvvəllərində incəsənət, 100 illiyin başlanğıcında teatr sənəti özünün yüksək inkişaf mərhələsinə qədəm qoyur. Daimi teatr truppalarının yaradılması mühüm əhəmiyyət kəsb eləyirdi və teatr tariximizdə milli səhnənin ilk peşəkar aktyoru və rejissor, teatr təşkilatçısı Hüseyn Ərəblinski olmuşdu. O Neft və Milyonlar Səltənətində adlı ilk Azərbaycan filminin yaradılmasında fəal iştirak etmişdi və bu film 1916-cı ildə çəkilmişdi. Azərbaycan mədəniyyət xadimləri teatra xalqın maarifləndirilməsinə qüdrətli vasitə kimi baxırdı. Azərbaycanın ilk qadın aktrisası Gövhər Qaziyeva, ilk qadın müğənni, opera müğənnisi Şövkət Məmmədova idi. 20-ci əsrin əvvəllərinə aid idi bu da. 1909-cu ildə Şimali Azərbaycandan olan aktyorların yaxından dəstəyi ilə Təbrizdə teatr təşkil olunur. Tarixi paytaxtımız Təbriz şəhərində ilk teatr binası isə 1916-cı ildə olur. 20-ci əsrin əvvəllərində aşıq sənəti də geniş yayılmışdı. Ümumiyyətlə aşıq sənəti Azərbaycanda 15-ci əsrdən artıq var idi. Azərbaycan xalq musiqisinin yaradıcı şəkildə inkişafı və təbliğ etməkdə xanəndələrin böyük rolu olmuşdu. Milli musiqimizin inkişafında məşhur bəstəkar Üzeyir Hacıbəylinin də çox böyük rolu olmuşdu. O, Müsəlman şərqində ilk milli opera olan Leyli Məcnun operasını 1908-ci ildə Bakıda tamaşaya qoymuşdu. Milli operanın yaradılması təkcə Azərbaycanda yox, bütün şərqdə tarixi hadisədir. Yəni, şərqin ilk operası Leyli Məcnun idi. 1916-cı ildə Müslüm Maqomayevin Şah İsmayıl operası Bakıda göstərilir, tamaşaya qoyulur yəni. O, Üzeyir Hacıbəylinin ənənələrini davam etdirirdi. Bu dövrdə rəssamlarımızdan birinci peşəkar rəssam Bəhruz Kəngərli idi. O Tiflis rəssamlıq məktəbini bitirmişdi. Yeni realist təsviri sənətin, satira qrafikası kimi yeni bir janrın meydana çıxması və inkişafı Molla Nəsrəddin jurnalı vasitəsilə bağlı idi. Onun ən böyük nümayəndəsi isə Əzim Əzimzadə idi. Deməli, birinci peşəkar rəssamımız Bəhruz Kəngərli idi. Tiflisdə oxumuşdu. Bu dövrdə necə ki ədəbiyyatda satira yaranmışdısa, rəsmdə də, yəni incəsənətdə də satira yaranmışdı və bu da Əzim Əzimzadənin adı ilə bağlıdır ki, Əzim Əzimzadə həm Molla Nəsrəddin jurnalına, həm də Mirzə Ələkbər Sabirin Hop-Hop naməsinə karikaturalar çəkmişdi.